Turnikdə necə çox sayla çəkinə bilərsiniz? Yəni 30, 40 və daha çox. Bu Spetsnazın gizli metodikasıdır və bu üsulla fiziki gücün də artımı baş verəcək. Məsələ burasındadır ki, siz dayanmadan turnikdə bax bu qayda ilə çəkinəndə dixaniya deyirlər də, dixaniya kəsilir və siz uzun sayda turnikdə çəkinə bilmirsiniz. Bu üsulsa bu problemi bir dəfəli aradan qaldıracaq. Ona görə mütləq videonu qayd edin ki, unutmayasınız və kim ki turnikdə ümumiyyətlə çəkinə bilmirsə, ən azı bir 10 dəfə çəkinmək istəyirsinizsə, növbəti videom onun haqqında olacaq. Ona görə videonu mütləq like edin, kanalıma abunə olun ki, qaçırmayasınız. Bu üsulla siz turnikdə bir dəfə çəkinirsiniz, tam düşürsünüz, 2-3 saniyə nəfəs alırsınız və yenidən təkrar edirsiniz. Və belə qaydada dixaniyavız kəsilməyəcək və siz limitsiz şəkildə uzun sayla turnikdə çəkinə bilirsiniz. Və periodik olaraq bunu təkrar etdikdə artıq turnikdən düşmədən də siz uzun sayla çəkinə biləcəksiniz və ona görə də mütləq bu üsulu yoxlayın. Əminəm ki, minlərlə insan bu üsulun da nəticəsini görüb. Bir ay siz də mənim izləyicilərim kimi 10-15 kilo ac qalmadan təbii yolla arıqlamaq və dümdüz qarına sahib olmaq istəyirsinizsə, WhatsApp nömrəmə arıqlama proqramı yazın. Nəticəyə zəmanət verilir.